Gölün səsi, həyatın dərin səfəri qədim Azərbaycanın şimal-qərbindən dağların ətəyində yerləşən Şəfəq kəndi, ucsuz-bucaqsız düzənliklərin, axan çayların və parlaq ulduzların altında, min illik ənənələrin və ataların hikmətinin izlərini daşıyan böyük bir roman kimi davam edirdi. Hər səhər dağların zirvələrindən aşağı süzülən qızılı günəş şüaları, kəndin dar daş yollarını, köhnə evlərin səssiz divarlarını və torpağın özünə məxsus zəngin ətirini oyadırdı. Bu torpaq yalnız fiziki gözəlliyi ilə deyil, həm də kənd sakinlərinin qəlbində, keçmişin dərslərində və gələcəyin ümid dolu arzularında əbədi iz buraxan müqəddəs bir məkandır. Kəndin sakinləri üçün ən böyük xəzinə maddi sərvətlərdə deyil, atalarının bizə buraxdığı dəyərlərdə gizlənirdi: sevgi, mərhəmət, ədalət və dürüstlük. Bu müqayisə olunmaz dəyərlər nəsildən nəsilə ötürülür, hər kəs öz həyat hekayəsində, keçmişin ağır xatirələrində və gələcəyin parlaq arzularında onları daşıyırdı. Lakin son zamanlarda kəndin ürəyində həyatın sürətli axışı və çağın gətirdiyi çətinliklər insanları bəzən öz nəzarətlərini itirməyə və qəlblərində qaranlıq izlər buraxmağa məcbur edirdi. Kəndin hörmətli ailələrindən biri olan Məmmədovlar nəsli illərin gətirdiyi hikmət və sarsılmaz inamla tanınırdı. Bu ailənin övladı Murad, uşaqlıqdan bəri Şəfəq kəndinin dar daş yollarında, köhnə evlərin sükutlu divarlarında və atalarının eşq dolu nağıllarında böyümüşdü. Atası, qoca Hacı Əli bəy, hər axşam ocağın qarşısında toplanan ailə üzvlərinə belə deyərdi: həyat böyük bir roman kimidir, hər səhifəsində acı ilə şirin, kədər ilə sevinc bir araya gəlir. Biz bu romanı atalarımızın bizə buraxdığı əbədi dəyərlərlə yazırıq, qəlbimizdə yanan o sarsılmaz işıq, gələcəyimizə ümiddir. Bu sözlər Muradın qəlbində dərin və sarsılmaz inam toxuması kimi iz buraxır, ona həyatın hər çətinliyini aşmaq üçün lazım olan ruhani gücü bəxş edirdi. Lakin kəndin həyatında dəyişikliklər qaçılmaz idi. Dövlətin sosial proqramları çərçivəsində kəndə istehsal icazəsi verilməsi qərarı elan edildi. Bu icazə kəndin təsərrüfatını modernləşdirmək, yeni texnologiyaları tətbiq etmək və kənd sakinlərinin həyat şəraitini yaxşılaşdırmaq məqsədini daşıyırdı. Lakin bu yeniliklər bəzən kəndin köklü ənənələrinə və insanların öz içindəki sarsılmaz dəyərlərinə zərbə kimi görünürdü. Bəzi sakinlər bu dəyişikliyi məyusluq və kədər içində qəbul etsələr də, Murad bütün bu dəyişikliklərin də həyatın təzə başlanğıclarını da gətirəcəyinə inandı. Murad qərar verdi ki, o bu yeni şəraitdə yalnız maddi inkişafı deyil, eyni zamanda insanın qəlbində yanan sarsılmaz işığı, o müqayisə olunmaz dəyərləri və ən əsası, diqqətli dinləməyə qabiliyyətini də canlandıracaq. O, kəndin təsərrüfatını modernləşdirmək üçün yeni üsullar öyrəndi, suvarma sistemlərini yenilədi və məhsuldarlığı artırdı. Lakin o, həm də kəndin mədəni həyatının, atalarının nağıllarını və insan ruhunun ən dərin sirlərini qorumağa qərar verdi. Bir bahar səhəri Murad atı qürur un üzərində yola çıxdı. O, günəşin ilk şüaları ilə dağların sərin havasını dərindən içinə çəkərək, kənddən kənara, geniş düzənliklərə doğru uzun və mənalı bir yolculuğa başladı. Hər addımında atının ritmi ilə Murad, kəndin, dağların, çayların və meşələrin danışdığı hekayələri diqqətlə dinləyirdi. O, bilirdi ki, həyatın hər çətinliyi, hər acısı, sanki bir qızıl mədənində çıxarılan qiymətli element kimi qəlbində yeni ümid və dəyərlər doğurur. Muradın yolculuğu yalnız fiziki bir səyahət deyildi, o, həm də öz iç dünyasında keçmişin ağır xatirələrini və itkilərin gətirdiyi kədəri aradan qaldırmaq, yenidən nəzarəti ələ almaq üçün dərin bir inkubasiya prosesinə çevrildi. Yol boyu Murad müxtəlif kəndlərdən keçdi. Bir kənddə gənc qadınlar evlərinin önündə toplanaraq atalarının nağıllarını və keçmişin dərslərini paylaşır, hər hekayənin içində sarsılmaz ümid və mərhəmət izləri buraxırdılar. Başqa bir kənddə isə qoca kişilər günəşin batdığı zaman bir araya gələrək həyatın acı və şirin xatirələrini danışırdılar. Hər bir görüş Muradın qəlbində insan ruhunun zənginliyini, hər kədərin içində gizlənən yeni ümid və dərin dərsləri bir daha xatırlatdı. Bir az sonra Murad geniş və sakit bir dərənin kənarına çatdı. Dərənin suları sakit və dərin idi, sanki zaman burada dayanmış, hər şey öz təbii dövranında davam edirdi. Murad dərənin kənarında dayanıb, suyun sakit axışını diqqətlə dinləyərkən, qəlbində sanki unudulmuş və itirilmiş ümidin ləzzətli bir dadın izlərini yenidən tapdı. Bu səs deyə o öz-özünə düşündü. Hər acının, hər kədərin ardında gizlənən insan qəlbində yeni bir başlanğıc, təzə bir ümid doğuran ləzzətli bir dadın səsidir. O, öz hissəsini, atalarının öyrətdiyi dəyərləri və kəndin yaşlılarının sözlərini diqqətlə dinləyərək, hər şey bəzən sərt və sadə görünə bilər, lakin hər çətinlik içimizdə yeni ümid, yeni başlanğıc və müqayisə olunmaz dəyər doğurur.
deyə qəlbində qərar verdi. Muradın bu dərin düşüncələri və səyahəti kəndin gəncləri arasında geniş yayıldı. Gənc Tural, Fatimə xanım, Ramil və digər gənclər həyatın sərt sadəliyi ilə üzləşdikcə hər kədərin, hər acının içində doğan yeni ümid və dəyəri tapmağa çalışır. Atalarının eşq dolu nağıllarını və müqayisə olunmaz dəyərləri ürəklərində daşıyırdılar. Sosial iclaslarda kəndin bütün sakinləri bir araya gələrək keçmişin ağır itkilərini, kədərini və yaşadıkları çətinlikləri diqqətlə müzakirə edirdilər. İclaslarda hər kəs həyatın ən böyük zənginliyi maddi sərvətlərdə deyil, qəlbdə yanan sarsılmaz və ləzzətli ümid, sevgi və mərhəmət işığında gizlidir, deyərək öz həyatlarında bu müqayisə olunmaz dəyərləri qorumağın vacibliyini vurğulurdu. Bir gün kənd meydanında böyük bir bayram mərasimi təşkil edildi. Bayram sabahı dağların zirvələrindən aşağı süzülən günəş şüaları kəndin dar-daş yollarını işıqlandırdı və hər kəs öz evlərində, bazarlarda və meydanda bayram sevincini paylaşırdı. Bayram masalarında yerli mətbəxin incə ləzzətləri, ətirli dolma, ləzzətli pitir, dadlı qutab və ən sevilən papatyalı şirniyyatlar təqdim olunurdu. Bu yeməklər yalnız mətbəxin zənginliyini deyil, həm də ataların öyrətdiyi həyatın dərin sirlərini və müqayisə olunmaz ümidin canlı təcəssümünü simvolizə edirdi. Bayramın sonunda kəndin bütün sakinləri böyük bir iclas üçün bir araya gəldi. Bu iclasda Murad Qəlbin Səsi adlı layihəsini təqdim edərək kəndin hər kəsinə belə dedi: Əziz dostlar, həyatımızın hər anı, nəzarətin itirildiyi, kədərin dərindən hiss olunduğu anlar bizə yeni ümidlər və təzə başlanğıclar doğurur. Biz atalarımızın eşq dolu nağıllarını və dəyərlərini ürəklərdə yaşadaraq bu həyat romanını sevgi, mərhəmət və inamla yazmalıyıq. Qəlbimizdə yanan o diqqətli səs bizim gələcəyimizi yön verən, hər çətinliyi aşan müqayisə olunmaz ümid işığıdır. Bu sözlər kəndin hər küncündə və hər ürəyində dərin rezonans doğurdu. İnsanlar bayramın sevinci ilə bir araya gələrək atalarının öyrətdiyi dəyərləri və keçmişin ağır dərslərini bir daha xatırladılar və həyatın hər çətinliyini sevgi və inamla aşmağa qərar verdilər. Layihə Qəlbin Səsi adını aldı və kəndin hər küncündə, hər evində, hər bazarında öz izini buraxdı. İnsanlar bu layihə vasitəsilə öz hissəsini dinləməyi, atalarının eşq dolu nağıllarını və dərin dəyərləri yenidən canlandırmağı öyrəndilər. Müəllimlər məktəbdə uşaqlara həyatın hər anını diqqətlə dinləməli, hər kədərin içində doğan yeni ümid, sevgi və mərhəmət tapılmalıdır, deyərək gələcəyin parlaq səhifələrini yazmağı öyrədirdilər. Kəndin istehsal sahəsində modern texnologiyaların tətbiqi və atalarının ənənələrinə sadiq qalaraq məhsuldarlıq artdı və kəndin iqtisadiyyatı canlandı. Lakin ən əsası, hər kəs həyatın hər çətin anında atalarının eşq dolu nağıllarını və dərin dəyərlərini ürəklərində yaşadaraq itirilmiş nəzarəti və sarsılmış ümidləri yenidən tapdı. Hər kəs qəlbində yanan o diqqətli səsi, o müqayisə olunmaz ümid və sevgi işığını eşidərək öz nağıllarını sevgi, mərhəmət və inamla yazmağa davam etdi. Muradın Qürur adlı atı ilə keçdiyi uzun yolçuluqda, hər addımda, hər nəfəsində onun qəlbində yanan o sarsılmaz ümid və sevgi işığı, atalarının eşq dolu nağıllarını və həyatın sarsılmaz dəyərlərini xatırladırdı. Hər daş, hər yarpaq, hər çayın səsi onun insan ruhunun nə qədər zəngin və güclü olduğunu, hər kədərin, hər acının içində yeni ümidlər və dərs doğurduğunu bir daha sübut edirdi. Zamanla Qəlbin Səsi, itirilmiş nəzarət və yenidən doğuş layihəsi kəndin hər küncündə, hər evində və hər bazarında öz izini buraxdı. Sosial iclaslarda, ailə evlərində və məktəblərdə insanlar atalarının eşq dolu nağıllarını, keçmişin ağır dərslərini və gələcəyin parlaq ümidlərini paylaşaraq öz hissəsini dinləməyi öyrəndilər. Hər kəs həyatın inkubasiya prosesində doğan yeni başlanğıcları və itirilmiş nəzarəti yenidən qazanmağın mümkünlüyünü dərk edirdi. Bir neçə il sonra Kiçik Səfərov kəndi yalnız modern təsərrüfatın və iqtisadi inkişafın simvolu deyildi, o, eyni zamanda atalarının eşq dolu nağıllarını, dərin dəyərlərini və insan ruhunun sarsılmaz gücünü nümayiş etdirən bir mədəniyyət mərkəzi kimi tanındı. Kəndin hər kəsi həyatın ən çətin anlarında belə qəlbində yanan o diqqətli səsi, o müqayisə olunmaz ümid işığını itirmədən gələcəyə doğru addım atmağı bacardı. Müəllimlər uşaqlara həyatın hər anını diqqətlə dinləməli, hər kədərin içində doğan yeni ümidləri tapmalıyıq, deyərək gələcəyin parlaq səhifələrini yazmağı öyrədirdilər. İndi də hər səhər günəşin qızılı şüaları ilə başlayan, hər axşam ulduzların sönük işığında bitən o sakit gecələrdə Kiçik Səfərov kəndinin hər bir sakinin Qəlbin Səsi, itirilmiş nəzarət və yenidən doğuş layihəsinin və güclü ürəyin dastanı
qürurun və sevginin yolculuğu dastanının gətirdiyi dəyişiklikləri ürəklərində daşıyır. Atalarının eşq dolu nağıllarını və dərin dəyərlərini unutmadan həyatın hər səhifəsini sevgi, mərhəmət və inamla yazmağa davam edirdilər. Bu dastan Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər səhifəsində, hər cümləsində dərs və ümid, sevgi və mərhəmət daşıyan müqayisə olunmaz bir hekayə idi. Hər kəs bilirdi ki, həyatın ən böyük xəzinəsi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid və sevgi işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, Kiçik Səfərov kəndi atalarının öyrətdiyi müqayisə olunmaz dəyərləri və qəlbdə yanan, diqqətlə dinlənən sevgi işığını ürəklərində saxlayaraq həyatın hər çətinliyini sevgi, mərhəmət və inamla aşdı və gələcək nəsillərə də bu sarsılmaz gücün, diqqətli dinləmənin və müqayisə olunmaz dəyərin canlı təcəssümünü miras qoydu. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz ümid və diqqətli səsi itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edəcəklərinə sarsılmaz inam bəxş etdilər. Hər kəs bilirdi ki, həyatın ən böyük zənginliyi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid, sevgi və mərhəmət işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, Diqqətli ürəyin dastanı, qürurun və sevginin yolculuğu adlı bu nağıl, Kiçik Səfərov kəndinin daş divarlarında, qoca palıd ağaclarının yarpaqlarında və axan çayın sularında əbədi izlər buraxaraq, insanlara həyatın ən çətin anlarında belə qəlbdə yanan, diqqətlə dinlənən sarsılmaz ümid və sevgi işığının nə qədər qiymətli olduğunu xatırlatdı. Hər kəs atalarının eşq dolu nağıllarını və dərin dərslərini ürəklərində saxlayaraq öz nağıllarını sevgi, mərhəmət və inamla yazmağa davam etdi. Çünki onlar bilirdilər ki, həyatın ən böyük zənginliyi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid və sevgi işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz ümid və diqqətli səsi itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edəcəklərinə sarsılmaz inam bəxş etdilər.